Allah'tan savab umaraq, bağışlamaq. Birinci hissə. Allah səbr edən və bağışlamağı bacaran kəslərə böyük mükafat vəd etmişdi. Uca Allah buyurur: Pisliyin cəzası onun mislində olan bir pislikdir. Lakin kim bağışlayar və islah edərsə, onun mükafatı Allahın üzərinədir. Həqiqətən o, zalimları sevməz. İnsanlar haqsızlıq və ya incitmə ilə qarşılaşdırda müxtəlif cür davranırlar. Onları şərti olaraq 3 qismə bölmək olar. Birinci qism zalimdir, haqqından artıq alır, intiqamda həddi aşır. İkinci qism ədalətli, ona edilənə eyni şəkildə cavab verir. Üçüncü, muhsin, ali əxlaq sahibi, bağışlayır və qisas almaq haqqından imtina edir. Qeyd edilən ayədə bu 3 qism də xatırlanır. Ayənin əvvəlində edilən pisliyə bərabər cavab verənlərdən, ortasında bağışlayanlardan, sonunda isə zülm edənlərdən bəhs olunur. Həmçinin qiyamət günü ediləcək bir nida da zikr edilir. Qalxsınlar o kəslər ki, onların mükafatı mütləq Allahın yanındadır. O gün yalnız bağışlayan və islah edənlər ayağa qalxacaqlar. İnsan dərk etdikdə ki, intiqam almaq və öz haqqında israr etmək, onu Allah qatındakı böyük savabdan məhrum edir, onda səbr etmək və bağışlamaq ona asanlaşır.